Modelimizin adı Kling 3.0. Hansı platformalardan istifadə edə bilərik? Modelin izahına başlamazdan əvvəl izləyən hər kəsə salam. Süni intellekt təlim videolarına çox maraqlı bir video modeli ilə başlayırıq. Açığı bu modellə başlamaq məni çox sevindirdi. Çünki model həm çox yenidir, həm də çox maraqlı funksiyaları var. Modelimizin adı Kling 3.0. Model barədə danışmazdan əvvəl gəlin onunla hazırladığım videoya baxaq. Bilməyənlər üçün qısa bir məlumat verim. Kling AI Çinə məxsus süni intellekt brendidir və video modelləri hər zaman ən yaxşı 3 modeldən biri olub. Kling 3.0-ı hansı platformalardan istifadə edə bilərik? Kling AI-in öz veb saytı var və brauzerinizdə axtarış edərək asanlıqla tapa bilərsiniz. Və həmçinin bununla yanaşı, populyar olan süni intellekt modellərini bir ünvanda toplayan platformalar mövcud. Hansı ki biz bunları AI Hub adlandırırıq. Nümunə olaraq Hixfield, FreePic, OpenArt, ImagineArt kimi bütün platformalarda hal-hazırda Kling 3.0 modeli istifadəyə buraxılıbdır. Biz öz platformalarından davam edəcəyik. Modelin izahına başlamazdan əvvəl platformaların qiymətləri barədə məlumat vermək istəyirəm. Təəssüf ki, bu modeli ödənişsiz şəkildə istifadə edə bilmir. Minimal olaraq $7 plus ƏDV-sini ödəyərək standart paketi əldə etməliyik. Bu modelin öncəki modellərə nisbətən bir neçə üstün tərəfi var. İlk növbədə 15 saniyəyə qədər video generasiya edə bilirik. Daha öncəki modellərdə maksimum 10 saniyəyə qədər video generasiya etmək mümkün idi. Bu modeldə isə səviyyə biraz daha artır və 15 saniyəyə qədər video generasiya edə bilirik. İkinci üstünlük, videonun saniyəsini istədiyimiz kimi sərbəst şəkildə dəyişə bilirik. Daha öncəki modellərdə 5 və 10 saniyə olmaqla iki seçimimiz var idi. İndi isə bizə lazım olan qədəri ilə saniyəni tənzimləmək mümkündür. Bir digər üstünlüyü multishot funksiyası. Hansı ki mənim fikrimcə bu ən vacib üstünlüklərdən biridir. Bu funksiyanın vacibliyini kinematografiya sahəsi ilə məşğul olan şəxslər məncə daha yaxşı başa düşər. Bunu sizə qısaca belə izah edə bilərəm. Sadəcə bir şəkil ilə birdən çox səhnə yarada bilirik. Və üstünlüklərdən sonuncusu xarakter dialoqları. Bəlkə də sosial şəbəkədə qarşınıza çıxıb süni intellekt ilə hazırlanmış videolarda personajlar danışarkən adətən xətalar baş verirdi. Məncə loqonu biraz böyütmək lazımdır. Bəzən ikisi də danışırdı, bəzən yanlış xarakter yanlış səsi səsləndirirdi. Kling AI 3.0 modeli ilə bu problemi bir dəfəlik aradan qaldırdı. Ancaq təəssüf ki, Azərbaycan dilini dəstəkləmir. Hazırda sadəcə ingilis dili və bir neçə Asiya ölkəsinin dilini dəstəkləyir. Ümid edirik ki, yaxın zamanda Azərbaycan dilini də dəstəkləyər. Gəlin bu funksiyaları növbə ilə yoxlayaq. Kling AI-ın veb saytına daxil oluruq. Daxil olduqdan sonra solda yerləşən Generate bölməsinə keçid edirik və avtomatik olaraq video generasiya ekranı bizi qarşılayır. İlk parametrimiz model seçimidir. Adətən default olaraq ən yeni modeli görürük, ancaq öncəki modelləri də istifadə edə bilərik. Model seçimini etdikdən sonra davam edə bilmək üçün bizim referans şəklinə ehtiyacımız var. Hansı ki bu şəkil videomuzun ilk səhnəsi olacaq. Mən adətən referans şəkillərimi Nano Banana Pro ilə generasiya edirəm. Siz istədiyiniz modeldən istifadə edə bilərsiniz və yaxud referans üçün real şəkillər istifadə edə bilərsiniz. Referans şəklimizi daxil etdikdən sonra multishot funksiyasını yoxlaya bilmək üçün aşağıdan multishot düyməsini aktivləşdirmək lazımdır. Bu düyməni aktivləşdirdikdən sonra bizim iki fərqli formatda multishot generasiya etməyimiz mümkündür. İlk formatda biz bütün səhnələri, ağlımızda tutduğumuz hər şeyi sadəcə prompt şəkildə süni intellektə daxil edirik və süni intellekt modeli hansı hissədə nə istifadə edəcəyinə özü qərar verir. Gördüyümüz nümunədə mən sadəcə bir ədəd ətir şəklini referans olaraq vermişəm. Shot 1 yazılan hissədə prompt ilə ətirin necə görünməsini, necə sonlanmasını təsvir etmişəm. Və geri qalan bütün hissələr süni intellektin özü tamamlayıb. Videonu necə hazırladığına baxaq. Bəli, gördüyünüz kimi nəticə yaxşı alındı, amma hər zaman bu qədər yaxşı alınmaya bilir. Belə olan halda isə bizim hər bir səhnəyə ayrıca müdaxilə etməyə ehtiyacımız yaranır. Bunun üçün prompt qutusunun aşağısında yerləşən Custom Multishot düyməsinə klik edirik.
və bizim alışdığımızdan fərqli olaraq bir yox, birdən çox prompt qutusu açılır. Bu o deməkdir ki, biz hər səhnəyə ayrıca prompt yazaraq müdaxilə edə bilirik. Aşağıda gördüyümüz hər prompt qutusu ayrıca bir səhnədir və burada promptları ayrıca bir daxil etməliyik. Səhnə sayı minimum 1, maksimum 6-ya qədər qaldırmaq mümkündür. Bunu da qeyd edim ki, prompt qutularının başında qeyd olunan saniyələrin cəmi video üçün təyin etdiyimiz ümumi saniyəyə bərabər olmalıdır. Hər səhnə üçün promptu daxil etdikdən sonra artıq videonu generasiya etmək üçün hazırıq. Gördüyümüz kimi video ümumi olaraq yaxşıdır, amma bizim verdiyimiz ssenaridən bir balaca kənara çıxdı. Belə olan halda isə bunu referans şəklini storyboard tərzində təsvir edərək həll edə bilərik. Biraz öncə hazırladığım şəkli Nano Banana Pro-ya verərək bu şəklin storyboardunu hazırlamasını istədim. Storyboardu cizgi film tərzində hazırladı. Siz bunu istəsəniz daha realistik şəkildə də generasiya etdirə bilərsiniz. Hazırladığımız storyboard şəklini video modelimizə referans şəkli olaraq veririk. Və öncəki videoda istifadə etdiyimiz promptların hər birini ardıcıl şəkildə bu videoda da istifadə edirik. Bəli, gördüyümüz kimi bu bizim verdiyimiz ssenariyə daha yaxın bir nəticədir. Sonuncu nümunəmizdə xarakter dialoqlarını göstərən video hazırlamışam. Dialoqlar ingilis dilində olduğu üçün söhbətin nədən getdiyini izah etmək istəyirəm. Hekayəmiz belədir. Ata yemək süfrəsində uşaqlardan bu gün məktəbin necə keçdiyini soruşur. Qızı, mənim üçün yaxşı, ancaq onun üçün eynisini deyə bilmərəm, deyib qardaşını göstərir. Qardaşı da qıza mənə sataşma deyə cavab verir. How was your day at school? It was good for me, but I can't say the same for him. Hey, don't mess with me. Açığı mən bu modeli çox bəyəndim. Ümid edirəm bu video sizin üçün faydalı oldu. Son olaraq bu modellə hazırladığım bir neçə daha videonu sizə təqdim etmək istəyirəm. Xoş seyirlər.